Xəbər verdiyimiz kimi, Avropa Birliyinin sanksiyalarına məruz qalan Dağıstandakı Qızılyar Elektromexaniki Zavodunun rəhbərlərinin olduğu helikopter Xəzər dənizi sahilində yerləşən kəndlərdən birində qəzaya uğrayıb. Nəticədə 5 nəfər ölüb. Hadisə yerindən yayılan kadrlarda K-226 tipli helikopterin çimərlikdə eniş etməyə çalışdığı, quyruq hissəsi ilə yerə toxunduğu və nəticədə quyruq vintinin qopduğu görünür. Pilot helikopteri yenidən havaya qaldırmağa cəhd edir, lakin idarə etməni itirir və helikopter fırlanaraq yerə düşür. Qızılyar zavodu 2024-cü ildə Rusiya ordusu üçün aviasiya avadanlığı istehsal etdiyinə görə Avropa Birliyinin sanksiya siyahısına daxil edilib. Ölənlər arasında tikinti və nəqliyyat təminatı üzrə baş direktor müavini Açala Magomedov da var. Bundan əlavə daha 3 zavod rəhbəri və helikopterin bort mexaniki ölüb, 2 nəfər isə yaralanıb.